Hər dişə qapaq qoymaq olarmı və hansı təqdirdə qapaq, hansı təqdirdə plomb, hansı təqdirdə isə implant qoyulması daha məqsəd uyğundur? Sual maraqlıdır və aktual sualdır. Hər dişə texniki baxımdan qapaq qoymaq olar, amma bu məsləhətdirmi, tövsiyə olunurmu, xəstənin xeyrinədirmi? Bu sualdır. Dişə qapağın, implantın və ya plombun göstəriş olub-olmaması biz protokola uyğun təyin edə bilərik. Burada müayinənin, rentgen müayinə üsullarının baxış çox önəmlidir. Əgər dişdə ağrı varsa, ilk öncə rentgen olunmalıdır, müayinə edilməlidir. Belə olan halda defekt kiçikdirsə, biz burada plombla kifayətlənə bilərik. Əgər defekt böyükdürsə, diş tacı dam dağılıbdırsa, kanal müalicəsinə ehtiyac vardırsa və ya dişdə tacda çatlamalar, qırılmalar vardırsa, burada artıq baxmaq lazımdır. Diş qapağı göstərişdir, yoxsa implanta göstərişdir. Biz çəkilməli olan dişə qapaq etdiyimiz zaman nə əldə edirik? Sadəcə olaraq dişin ömrünü bəlkə 1-2 il uzada bilərik. Bu həm pasiyentin loru dildə desək, həm cibinə, həm sağlamlığına ziyandır, həm də vaxt itkisi yaranır burada. Yəni çəkilməli diş qapaq olunmamalıdır, birbaşa implanta göstərişdir.